IMDb artıq bir 10 ildən artıq, 15 ildən də artıq bir müddətdir ki, simvolik bir qurumdur. O, Rusiyanın sadəcə olaraq ətrafındakı bu güclər, bu dövlətlər daha doğrusu hələ də mənim orbitimdədir. Ona yaxınlaşır kimi bir nümayiş üçün qurulmuş bir şeydir, qurumdur. Əvvəl düşünüləndə biraz daha ciddi qurum kimi düşünülmüşdü Yeltsinin vaxtında. O biraz ittifak xarakterli nələrsə olmalıydı, amma sonradan reallıqlar imkan vermədi. Rusiya bu prosesi apara bilmədi. Bir simvolik quruma çevrildi. O baxımdan Azərbaycanın MDB-də iştirakı da simvolikdir. Yəni, istənilən vaxt çıxa da bilər. Heç bir, yəni, bir təsir də bağışlamayacaq. Nə siyasi, nə iqtisadi, heç bir gərginlikdə yaranılmaz. Yox, iqtisadi deyək ki, biraz, məsələn, gömrük məsələlərində daxili... Artıq o məsələlər gecdir. Bu hovuzda biraz avantajlar var. Artıq indi MDB ölkələrindən müəyyən iqtisadi münasibətlərdə biraz bəli, fərqliliklər var. Gömrük məsələlərində müəyyən fərqliliklər var, amma o Azərbaycanın nə iqtisadi, nə siyasi həyatına elə də çox böyük bir əhəmiyyətli təsiri olmayacaq. Burada önəmli məsələ odur ki, bu Pənah bəyin də çox gözəl, dolğun çıxışı var. Onu biraz sadələşdirilmiş, öz başa düşdüyüm kimi bir formasında, eyni zamanda bu MDB məsələsindən birləşdirmək istəyirəm. Məsələ burasındadır ki, dövlətlər istəyir siyasi təşkilatlara qoşulanda, istəyir müəyyən münaqişələrə cəlb olunanda, bunu məqsədli edirlər. Rusiya kimi dövlətlərdə daim münaqişə var, daim cəbhə xətti var. Məsələn, Rusiyanın İraq-Suriya ərazisində hərbi iştirakı o siyasi hərbi cəbhənin Güney Qafqaza gəlməsinin qarşısını almaq idi. Ki, Güney Qafqaz bilavasitə mənim təsirim altındadır. Mən rəqiblərimlə Suriyada döyüşürəm, İraqda döyüşürəm. Qafqazdan söhbət gedə bilməz. Sonra bu gəlir Güney Qafqaza. Güney Qafqazda Azərbaycan, Ermənistan məsələsi, burada Rusiyanın məğlubiyyəti cəbhə xəttinin Şimali Qafqaza keçməsinə gətirib çıxardacaq. Avtomatik qaçılmazdır bu. Yəni, proses ora mütləq gedəcək. Mütləq ora gedəcək. Çünki xətt, imperiya daraldıqca, tədricən kənar xəttə yaxınlaşdıqca problem isə var. Problem bunun mahiyyətindədir. Problem onun daxilindədir, quruluşundadır, xislətindədir. Yəni, belə qurulub, problem olaraq yaranıb. Bu bir jandarm kimi Türk və müsəlman coğrafiyası üzərində bir jandarm, eyni zamanda Avropanın bir divarı hasarı kimi düşünülmüşdü bu layihə. O cür həyata keçirilmişdi, o funksiyonu həyata keçirirdi. Yəni, bunun varlığında problem var. Və o problem bugün ya Suriyada olacaq, Suriyada olmayacaqsa Azərbaycanda olacaq. Burada olmayacaqsa Dağıstanda olacaq. Oradan da keçdisə, olacaq Volqaqrad xəttində, yəni Qazaxıstanla Ukraynanın arasındakı məsafədə olacaq. Oradan da keçdisə, biraz da içərilərə doğru yaxınlaşacaq. Eyni cəbhə xətti həm də Türkistanda var, Orta Asiyada. Məsələn, Rusiyanın tez-tez Qazaxıstana iddialar iləri sürməsi nə ilə bağlıdır? Ona o torpaq lazım deyil əslində. O zaten fikirləşib ki, Qazaxıstan hər zaman mənim öz torpağımdır, mənim bir muxtar vilayətimdir. Və heç dövlət kimi qəbul etmir. Dövlət kimi də qəbul etmir və bunu açıq da bildirib ki, ümumiyyətlə Qazaxıstan dövləti yoxdur, bunu biz yaratmışıq, biz eləmişik falan. Ona da Nazarbayevin çox böyük etirazı oldu. Ondan sonra Nazarbayev Türk deməli dövlətləri təşkilatı ilə başladı. Daha sıx münasibətlər bağlamağa, daha fəallıq elədi burada. Başa düşdü ki, alternativ bir güc yaranmasa, hərbi güc, Rusiya Qazaxıstanın dövlət olmasına imkan verməyəcək. Paşa bəy, sözünüzün qüvvəti, Pənah bəy, o fakt yadıma düşdü Paşa bəy danışarkən. Yer gəlmişkən Nazarbayevi də biz son dəfə Peterburqda həmin o MDB zirvəsində gördük. Lukashenko'ya bir maşına mindilər və ondan sonra yoxa çıxdılar. Yoxa çıxdı Nazarbayev. Və hələ də bugün ortada deyil. Və indi nələr baş verir? Prosesdir, bəli. Azərbaycanın Qarabağ məsələsini həll eləməsi həm Ermənistanın canını qutardı bu Qarabağ məsələsindən, həm Azərbaycanın. Ermənistanın özünə də bir qurtuluşu idi. Çünki o problem, münaqişə qaldığı müddətdə regionda Rusiya var. Yaxşı, regionda Rusiya ən müxtəlif sifətlərdə iştirak edə bilər. Amma məsələ burasındadır ki, o burada məhz təxribatda, qanda, qadada, problemdə var. Söhbət Rusiyanın
Dayaruşkasının burada olmasından getmir. Rusiyanın Peçenyasından, Moskva Peçenyasından getmir. Söhbət bunun məhz o xüsusi xidmət orqanlarının təxribat terror aktlarından gedir. Söhbət bu savaşdadır. Söhbət xalqlar və toplumlar arasında müharibə ocağını yaratmaq siyasətindən gedir. Nəinki Azərbaycan və Ermənistan. Siz bilirsiniz, Şimali Qafqazda Rusiyanın tərkibində neçə hərbi münaqişə bugün durur. Ara sıra baş qaldırırlar. Qılıcımla yanmağa hazır Çeçenistanla Dağıstanın arasında faktiki olaraq düşmənçilik səviyyəsində bir münasibətlər var. Bugün Çeçenistanla İnguşetiyanın arasında həmçinin var. Onların hamısının Qaraçaylarla, Balkanlarla, ortada Çeçenlərlə Kumukların arasında çox böyük problemlər var. Kumuklarla deməli avarların arasında, avarlarla lərcilərin arasında və bu tez-tez çıxır, tez-tez danışırlar, tez-tez təxribatçı alimlər çıxır, siyasi tarixdən danışır, bir-birini qızışdırırlar. Bu proses bugün də gedir, daim var. Ara sıra partlayış olur, ara sıra Dağıstanın deputatını öldürürlər, terror, sonra da o adam tapılır Çeçenistanda, sonra Çeçenistan onu vermir, sonra torpağa görə İnguşların bir dəstəsi gəlir Çeçenistana hücum edir, sonra Çeçenistanın prezidenti bir dəstə ilə gedir, onlarla döyüşə, daim müharibə vəziyyətində saxlayır tabiçiliyində olan ərazilər. Azərbaycan və Ermənistan arasında isə qanlı savaş kimi artıq 30 illik, 40 illik bir savaş kimi saxlayır. Burada Azərbaycanda, Ermənistanda Rusiyanın əlindən çıxır artıq. Rusiyanın əlindən çıxması Türkistanın, Orta Asiyanın əlindən çıxmasına gətirib çıxardır. Və sadəcə geosiyasi baxımdan əlindən çıxmır, həm də iqtisadi baxımdan əlindən çıxır. Çünki Türkistanın, Qazaxıstanın resursları, qazı və nefti, Türkmenistanın qazı. Türkmenistan qazının bu günə qədər, bu yaxın vaxtlara qədər istisnasız, yox, o sırf Rusiyanın qazıdır o. Türkmenistanın qazı deyil ki. Türkmenistan üçün Rusiyanın təyin elədiyi qiymətdən Rusiya şirkətləri Türkmenistana pul verir. Bütün qazın satışını Rusiya həyata keçirdir. Eyni proses deməli Qazaxıstan qazının xeyli hissəsinə, neftinin xeyli hissəsinə aiddir. Bunlar əldən çıxır. Logistik baxımından Qazaxıstanın da, Türkmenistanın da, Özbəkistanın da ehtiyacı olmur Rusiyaya. Bu Azərbaycandan artıq, Azərbaycan vasitəsilə Türkiyəyə çıxarda bilirlər öz mallarını, oradan da Avropaya. Trump yolu məhz buna xidmət edir. Ona görə Avropa bu dərəcədə maraqlıdır. İndi gəlirlər ki, bu yolun tikintisində, təminatında, işlənməsində biz də iştirak eləmək istəyirik. Niyə Avropanın? Çünki Türkistanın resurslarına ehtiyacı var və bu ehtiyac Rusiyadan kənar çıxmalıdır. Rusiya faktiki olaraq öz keçmiş coğrafiyasında izqoya çevrilir. Daxildən əlbəttə ki, bu bir etiraz dalğası yaradır. O bununla barışmaq istəmir. Əks hücuma keçməsi haqqında tez-tez bəyanatlar, çıxışlar, müəyyən hərəkətlər eləyir. Azərbaycan prezidentinin də nümayişkaranə surətdə onun dəvətini qəbul edib ora, o tədbirlərə getməməsi məhz iki ayağımı bir başmağa dirəmişəm, sən nə inəsən də mən sənin çaldığını oynamayacam deməkdir. O bir tərəfdən də təhlükəsizlik məsələsi var. Biz bilirik ki, təyyarə partlayanda, yox, təyyarə partlayanda o vaxtı elə bu efirdə danışdıq. Dediyi o vaxtdan, indi biraz da belə inandırıcı görsənmirdi. Amma sonradan bala informasiyalar çatdı. Məlum olsun, doğrudan da belə bir şey var imiş. İndi tam açılmasa da artıq bir xeyli dərəcədə məsələlər aydınlaşıb ki, konkret olaraq Azərbaycan Respublikasının prezidentinin təyyarəsinə həmlə olub. Biz o vaxt deyirdik, ola bilər olub, oxşuyur buna. İndi belə məlumdur ki, həqiqətən də olub. Həqiqətən də müəyyən addımlar atılıb. Və İlk dəfə burada səsləndirdik. Və indi bugün bütövlükdə Rusiyanın qarnının altından belə elde desək, özünün keçmiş torpaqları, ərazilərə gedir. Nə deməkdir? Cəbhə xətti gələcək Şimali Qafqaza. Rusiyanın şəhərləri artıq, Rusiyanın öz ərazisi. Ukrayna bəs deyilmiş kimi indi proses tam içərisində keçir. Ukrayna dronları maşallah Sibirə qədər işləyir də. Tataristana yəni o hər yerə qədər işləyir. Birazdan o cəbhə xətti o tərəfdən Tataristan, Başqırdistan artıq Moskvanın böyrüdür. 300-400 kilometr məsafə qalır. Bu tərəfdən də Şimali Qafqaz. Şimali Qafqazın da şimal hissəsində, Krasnodarın yuxarısında Ukrayna ilə
Rusiya Qazaxıstan arasında bir yaxınlaşma var. Orada Rusiyanın nazik bir ərazisi var, düz mərkəzində Volqograd yerləşir. Ora qədər olan bütün ərazi əsasən qeyri-rus toplumundan ibarətdir. Tarixən Çərkəzlərin, Adıq xalqlarının çox yaşadığı və türklərin yaşadığı ərazidir. Yəni Kalmıkların, Noqayların və s. ərazisidir. Orada qədər Rusiya öz qınına çəkiləcəkdir. Onu da yaxşı şəkildə görür. Nə etmək lazımdır? Əks hücumdan. Əks hücum hələ ki alınmır, çünki başı qarışıb Ukraynada. Amma ən azı Ukraynada sabahlara birdən başım açılsa, bütün var gücümü bura verə bilim deyə, bu Türkistan və Qafqaz Respublikalarının prezidentlərinin öz orbitində, ətrafında sağlamağa çalışır. Burada mani olan, problem törədən adam İlham Əliyevdir, Azərbaycan prezidenti. O getmir bu işlərə. Bax, bütün o orkestrdən kənara çıxır. Lazımdır ki, ona görə bu cür belə yaltaqlanırlar, ona görə bu cür dəfələrlə zəng, jest falan ki, sən də burada o ansambl pozulur. Çünki Azərbaycansız alınmır. Azərbaycansız alınmır. Həm ortada körpüdür, burada Ermənistan, Gürcüstan, Türkiyə çıxışla, ortada Türkistan, ortada Azərbaycandır, cənubunda İrandır, yuxarısında həmən o dediyimiz problemli Qafqaz. Məhz Azərbaycanın da o orkestrdə olmasına ehtiyacı var Rusiyanın.